konsertin başlanğıcında elə konsertin adı ilə eyni adlı nömrəni mən elan etmək istəyirəm. Söhbət yenə məişət mövzusudur, amma bu mövzu illər içində səhnədədir. Yenə də arzu olunur, yenə də istənilir. Ona görə də bu şəhərdə böyük məhəbbətlə bu mövzuya hər konsertində müraciət edir. Eltilər adlanır bizim ilk səhnəciyimiz. İndi burada bu eltilərin görüşü nə olacaq? Onların biri-birinə sözləri, bəlkə atmacaları, bəlkə eyhamları mən də sizin kimi ilk dəfə bu səhnəni bu axşam burada izləyəcəm. Beləliklə, xanımlar və cənablar, bu şəhərdə eltilər. Az qapımdan əl çəkirlər ki, bu eltilər miçək kimi biri gedir, biri gəlir. Biri gedir, biri gəlir. Asa gəlməlidirlər birazdan, qeybət eləməyə, bilmirsən nəyə gəlirlər. Bu ondan, o bundan, bu ondan, o bundan. Hə, ağ yub, qara sərirlər, bilmirsən. Hə, az yox, bunların başı xərəb deyə ailəlikcə hamısı. Bir ay qabaqdan bayramlaşmağa gəlirlər, hələ Noruz bayramında nə qədər var. Hə, az yox, dərdim azarım qutarıb, yox, pişirmək, yox. Zakaz verdim paxlava şəkərburanın hamısını o şey gətirəcək. Magazindən dastavka ilə gətirirlər. Hə, özüm elə-belə sirnik pişirmişdim səhərə qədər. Hə, o ilə məşğul olmuşam. Az gəlməlidir indi, deyə dastavşik gəlməlidir. Hə, deyə, yaxşı mama, sonra danışarıq. Gəldim. Bezdiriblər, eday. Gəl, qardaş, gəl. Hadi hara baxırsan, ayağının altına bax ya. Nə gətirmirsən? Paxlava şəkər bura. Gətir görüm. Bu nədir? Qab qaşıqla zadla gətirir. Bu nədir? Hə, bu şəkər bura. Bunu saxla özüvə. Buradakı paxlava. Çəkə baxım. Nə qədər verməliyəm sənə? 35 manat. Tak. Ala, 40 manat, 5 manat da sənin çay qoyun. Hə. Xəcləyəsən. Deyəm bir dəqiqə. Vay, kiçik eltim gəlməlidir. Gəlib səni burada görsə, biləcək ki, bunun heç birini özüm pişirməmişəm. Balkonda çıxıb yana bilərsən. Yox, onda qonşular görəcək. Elə bilərlər, evə kişi salmışam. Yaxşı, şifan evdə. Yox, düz deyirsən. O burnunu hər yerə soxur, gəlib görər. Kinolarda neynirlər, harada gizlədirlər? Qurban olaram, əlavə pul. Gəldim. Pul verəcəm, gir bura. Arada nə boydasın, nə 1 metr yarım səndə. Gir bura, tez elə. Gir, başlasın. Bunu deyən. Al, bunu da, alamam. Arada gəldim. Az nə olub? Hele bir 6 aydır, nə olur? Sabahdan qaf döyürəmaz səni batasan elə. Onu istəyirsən it kimi qapıda doğum. Birinci əvət zvanok görürsən, zırhazır, nə olur? İstəmirsən gəlməyimizi, dedə gəlməyək də, bayramdır. Ha, sən dedin mən elə söz. Qafını niyə açmırsan? Az balkondaydım. Balkon... Boy, nağardın balkonda başına dönüp. Senaryo yazacağım. Nağardın. Demək ki, özünü atırdın. Yeni evdə söz söhbət olur. Boy, az ilə şeyləmə, sağa qurban olum, kain gəldi, sən başına dönüp. Yenə qaynana burnun soğub sizin işə. Az məndə qəşət dərman var, bir dəfəli eləyir. Balkondan özünü at, palçıq olarsan. Həcə balkondan özünə, nə senaryo qoşursan özünlə? Paltar sərirdi. Özümü atmaq, öldürməyi, nə bilim. Az yağış yağır, nə paltarı? Sən niyə balazı? Qaqıl. O nədir gətirmişsən? Hədiyə gətirmişəm, 8 Mart'ın Noyruzu mübarək olsun. Çox sağ ol da, bir yolluq elə bunu yeni il ad günümüz ad bir yerdə gətirəydik. Neysə. Azaz. Nə var az? Bircə demək ki, bunların hamısını sən pişiribsən. Yox, papaq atmışdım, oradan qoydular. Bütün gecən yatmamışım, səhərəyəcəm. Ərvatlığın tutmuşdu deyən. Neynim, gəlirsən sən. Necədir? Azaz amma gələndə blokun ağzında bir matasklet gördüm. Hə, nə olsun? Nə olsun?
Kimse bu binada yemek sipariş eləyib. Ha ne olsun zaman sipariş edildi ne var ki burada? Az ona göre demirəm, deyirəm indiki arvadlarda təmiz el qoyub yanayı, canın üçün yemək zat pişirmirlər ha. Hə, düz deyirsən. Hamısı sipariş edib. Bizimki canı yansın onun, öyrəşib əlimin duzuna. Yalansa sənin əlində duz varsa Sən əgər. pişir, mən yiyim, sən pişir, mən yiyim. Oturun bir baxın bu Az gel buradan otur. eğitimin Gel buradan otur. el qabiliyyətini. Az yox, buradan otur. Sen de gel buradan otur. Az bura Az buradan qəşəng. otur da deyirəm sənə. Az bura yaxın deyim ha. Yaxşı. Bir dadına baxın bunun. Oy. Otur. Oy doğacam. Sen Allah bura salma. Oy doğacam. Üçü var buradan ha. Bu dördüncünün ağardı. Məndən soruşursan? Yox, özümə deyirəm. Oy. Neyinirsən? Heç dad. Baklava. Hə, necədir? Yaxşıdır? Canım üçün mən həyatımda birinci dəfədir diyetik baklava yeyirəm. Necədir diyeti? Az bunun şəkəranı. Az bunun tez soğuğanı. Oo. Az eləyəmirsən eləmədin. Barım məni çağırardın, başa salardın. Bar telefonla zəng edib deyərdin ki, bunun nəsə Sən bilmirsən ki, arvad şəkərdir, ona görə belə pişirmişəm. Arvad şəkərdir. Soxum sizin boyunuzu yerə. Məni biabır elədiniz, bu nə paxlavadır. Boyunuzu yerə soxum. Şöyle. Oy. Arada nəfəs al ha. Sistemi bozduq düşər. Azaz. Nə var? Azaz. Azaz bunun badamı hanı? Badamı. Necə badamanı? Hə. Yoxdur badamı? Az yox. Bir dənə Deyən görüm, bəyək sən qaynanama söz çatdırdın məndən. az yox, dəlisən. Qızlara yazırdım, təbrik yazıblar, cavab yazırdım. Canım üçün qızımız işini bıraq, daha sən təzə gəlirsən. Bax, Heç tadı yoxdur yəni. O yazışmalara görə, gizli yazışmalara görə evdə söhbət olacaq ha. Aslında gizli yazışma, ərim bilir hamısı qrupda qızlarla yazışıram. Deyən görüm. Qrup başqa şeyə fırlanmasın. Yox, badamı yoxdur. Badamı yoxdur. Çox üzr istəyirəm, Türkiyə getdim. Hər şey çox dadlıdır. Bağışlayın. Yoxdur, əl Necə badam yoxdur ha? Yoxdur ha. Sən bilmirsən arvadın badama allergiyası var, ona görə belə pişirmişəm də. Oo, Hə. doğrudan mı? Badama allergiyası mı var? O, heç bilmirdim. Canım üçün heç bilmirdim. Az ayağımı niyə tapdırsan? Kim ağaz? Ha, bağışla, bilmədim. Bilmədim. Eyb yox, Hə, eyb bağışla. yox, eyb yox. Bayram günü istəmirəm səndən savaşım canım üçün. Hə. Qapıdır, kimsə gələcək. Hə. Kim? Evə levi kişi salacam onu salacam. Xəstə sənin böyük eltimiz gəlir. Get qaç qapını, sənin üçün idman olar. Az ayaqqabıların anı? Elti demə, xalam qızı de. Ayaqqabıların anı? Soymuşam da ürəyim sıxır Ay, ayaqlarım. yazıq boğuldu ki iydən. Sakit otur da pulumu verəcəm. Gəldim, 10 manat artıq gəldim. verəcəm, sakit otur. Gəldim. Az kimdir? Deyəm bir dəqiqə. Bu gül kimi şeydən. Buna baxın. Çox üzr istəyirəm. Telefon uşaqda olub. Çox dadlıdır, hər şey bağışlayın. Sağ olun. Oy, azad uşaqlardı, papaq atıblar. İndi də bir ay qalmış. Az nə bilim, sizin qonşular da özünüz kimi açsınız, gələ. Xəstədirlər. Papaq da papaq olur, kartof mişok. Az eybi yox, papağı mən yola verəcəm. Sən mənə bir stəcan çay gətir. Sən Allah. Yediklərimdən boğazım qurudu, canım üçün tez elə, az gətir bu buna. nədir, az belə şey Çaydan qurumayıb, pişirərlər. sənin boğazın. Az belə şey pişirərlər. Damardan Camaat quruyub. içinə çıxartma, canım üçün biyabır olarsan. Başın haqqı, biyabır olarsan. Əl çəkmirlər ki, bu sırtıq miçəklər kimi. Bu uçur, o qonur bu. Çay nə çay? Bəh. Papağı yola salıb gəl. Papağı yola salıb gəl. Hani bu? Ağaç! Hani bunlar? Verdim sana papağı hamısını. Söyledim.
Evimizdə də bir şey qalardı da. Az eyb yox. Dana pişirərsən, sən qəşi əl qabiliyyətin var. Biraz badamın, biraz şirisin çox eləsən əla alınacaq. Şeydir, gör nə deyirəm, halal xoşlar olsun. Hə, halal xoşları olsun, kim yiyəcəksin? Ana südü kimi halal xoşlar olsun. Uşaqların halal xoşu olsun. Uşaqların halal xoşlar olsun. Kim yiyəcəksə ana südü kimi halal olsun. Yox, elə uşaqların halal xoşu Nə olsun. deyək işte, az sənin bu qaynanan bu paxlavadan 2 dənəsi yesə, elə kifayət eləyər onu. Canın üçün düz deyə 20'si yesə də. Doyası dölü. Ləlün, dınağa it nəfsi var. Az xalam deyə, azına gələn Hərdi bəstənə xaladır. Ayıb deyə. Heç gör nə deyirəm. Az bu xalan var ha sənin. O ayağımı taptadın deyən. Kim ayağımı taptadın? Ayağım dedi, baxsa. Heç gör nə deyirəm. Az Bilmədim. bu qaynanandan danışırdı baxın. Qulaq as. Bu 10 ildir çəkdirmədiyi qalıbdan belə nətər deyim sana, az mənim yediyimi burnumdan gətirir. Vay. Ey bacı. Sənin burnundan gətirir. Hə? Sənin burnundan gətirir. Hə, dana, onun üçün gedib üzümü 2 dəfə dartdırmışam. Plastik əməliyyat elətdirmişəm. Görürsən. Canın üçün Azərbaycanda bu plastik əməliyyatlar bizə niyə çoxalır? Yox. Qaynanların şotuna. Görürsən. İnandırım səni, bunların verdiyi zulma görə gəlirlər gedib üzlərini dartdırırlar ki, qoca görsənməsinlər. Bilmir ki. Kəpşiyə, kərtənkələyə, qurbağaya oxşamasınlar canım üçün. Zəng gəlir. Baxın görüm ki, inan, bax adın çəkən kimi, itdən pişikdən danışan kimi zəng gelir, özdə görüntülü. Ayıb deyə ya. Salam ayana, nətərsən? Hə, yeş saat. Eğitimgilə gəlmişəm. Hə. Ana deyir. Təzə eğitimgilə, hə. Hə, piştiş eləyib, gəldim həm bayramı təbrik eləyim, həm də baxımdan nətər eləyib, çatdırıbmı? Hə, canım üçün bax yedim, inandırım səni, Hayatsız yedim. adam. Şirdisindən tükümün nevi qaşınır. Hə, bacarmır. Forsundan da zəngiləməyib, tez zəngiləməyib ki, gəlsin buna kömək eləsin ki, bu bir şey çıxarsın da cəmaat içinə. Hə, nədir? Hə, verirəm. Az səndən gör nə deyir, deyəm. Ala bunu. Çaya. Hə, salam ay xala, necəsən? Nə var, nə yox? Çox sağ ol, sənin nə bahəm? Sənin də bayramın mübarək. Təzə imicin mübarəkdir. Hə, bu burada oturub bayaqdan sənə ilana, qurbağa oxşadır. Hə, sağ ol. Oldu, bu sözünü deyim də. Sağ ol. Öpürəm səni. Sənin də bayramın mübarək. Ayıb deyə, Az ayıb. bu nə premium paket yaltaqlanmadır. Batasan sən elə. Az sabahdan qaynana haqqında dediklərin nədir? Xala sağ qurban olum deməyin nədir? Adamın yerə bir sifəti olsun, bir üzü olsun. Az. O söz var ya, deyir ya olduğun kimi görkəz ya da plastik əməliyyata getmə. Mövlan Kemalettin. Bəlkə o belədir, ya olduğun kimi görün, ya göründüyün kimi ol. Mövlanə Cəlaləddin. Bəlkə belə demək istəyirdim. Ay cart, ağıllı ol bəlkə. Gözlə, elə deyirmişim. Az neysə. Paxlavanda bir köpülü dölü, şəkər buranda bir köpülü dölü. Daha belə şeylər pişirmə, canın üçün. Bu da çayda az veribsən ma. Bu nə da az, bu rəh yadından çıxır mı? Ay, Dünənki çaydır bu. Bu çayı ərimə göndəriblər Kitaydan, $2000 kilosu. Bu zeloni çay deyə, sən nə biləsən bu nədir? Ay cart. Diri evinə. Zeloni çaydır, gözlə. Sən az yeri. Bunun üstündəki naxşa bax. Az bu nə naxşda az qoyubsan üstünə? Nə naxşı? Ərinin adını yazmaq istəyirsən bunun üstünə. Versace. Ay cart şəhərli olub mən üçün. Neysə bacı, istəmirəm söhbət düşsün. Heyf mənim qaynımdan. Heyf mənim Az qaynıma qaynımdan. nə olub ki? Getdi gör kimi aldı. Az yer get, bir özüvə bax. Getdi gör kimi aldı. Bir özüvə bax. Nə olub azma? Hə. Üçün doğmuşam, bu da dördüncüsü. Hə, sən çətin dayanarsan, yeri. Hə. Yeri. Özünə gəl. Zibildir buradan uzaq elə, yeri. Özünə gəl, mən də 21. Yeri. Özünə gəl.
Buna bak sen. Dediği söze bak. Bak Ay. ben zelonu çay bilmirəm nədir. Ayakkabıların kaldı. Nətərdə keçirdik şurada ayaqqabını. Ala, Ne yok, görmez. Bak. Dermantini giyinip ayağına. Batasan sen elə. Geri gidin kız. Birinden canımız tutarını göreyim. Sen de çık bayla da. Bir horsa açta oturmadın orada. Pan diye okşaydı buna bak. Diyan ayak üstü güzel durursan. Gel ha bu 50'liyi de vereyim. Ala bir tane paklava 70 manata başa geldi bana. Sunkon kaldı ki. Sizi bizi götür. Tamam yaxşı yok. Evimizde gıybet var, yığılıplar eltiler. Evimizde gıybet var, yığılıplar eltiler. Açılıp ağızlar, söyleyirler gör neler. Gıybet gelir bizim evde. Çal çal çal, tar kamanı bir hava çal 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 çal. Bir oyna sen hava çal de de de. Döşeye kaynatadan de de de. Döşeye kaynanadan çal çal çal. Döşeye baldızlardan de de de. Döşeye biz hamıdan çal çal çal. Döşeye kaynatadan de de de. Döşeye kaynanadan gel danış. Döşeye baldızlardan gıybet ele. Döşeye biz hamıdan. Dayanmayır dodaqlar, kurumayır boğazlar. Dayanmayır dodaqlar, kurumayır boğazlar. Sümükleri yuyuruk, daha xoşbəxt oluruq. Daha kimdən deyim sizə? Çal çal çal, tar kamanı bir hava çal 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 çal. Bir oyna sen hava çal de de de. Döşüye bibilerden de de de. Döşüye yemilerden de de de. Döşüye halalardan gel danış. Döşüye biz hamıdan de de de. Döşüye kaynatadan gel danış. Döşüye kaynanadan çal çal çal. Döşüye baldızlardan gel danış. Döşüye biz hamıdan, döşüye biz hamıdan, döşüye biz hamıdan. Gelecek indi o birisi. De geldi. Biri gedir, o birisi gelip döndürüp Karvansarıya buranı. Geldim. Sen de doğmursan ki dayı. Gel, hoş gelmişsen. Necəb tez açdın başına dönüm ha. Demirlər ki bir təzə ailədir bəlkə. Ne dersen kadar kalım. Yaxşıyam, sən Ne hardan istəyirsən oldu? otur dayı. 8 Mart'ın oyunuzu mübarek olsun kız. Çox sağ ol ay xala. Hala ne az? Batasan seni, biz senden eltiyiz. Baxma da sən mənim anamdan böyüksən axı. Boy, az. Ne Sen var? de benim kızımdan büyürsen ha? Ha bilirəm də, mama deyir o Bilir. vaxtı otur. Sənin toyunda Otur bura. mən sənin qucağıma veriblər ki, birinci uşaq qız olsun. He. Az yaddan çıkartmayı. Seni bu eve gelin eləyən mən özcəcim olmuşam. Özüme eğitim eləyən mən olmuşam. Vay. Az. Der bak udurma. Özde sen benim halam kızısan. Ha, bilirəm. Böyle geçsek yolda. Böyle geçsek yolda. Hamı elə bilər ki, sınıf yoldaşı. Ma ne olur, bak saçımı yırmışam, biraz koca gösterdim. Allah. Ne olur basma. Az Ma yox ne olur ki. bas. Çox qəşəng. Ne olur ma? Elə bir başında fen partlayıb. Bu nədir? Tepene kül olmasın. Ben senin Baxma da, indi Başında otur, partlasın. nə qədər olmasa, bilirsən, o vaxtı
mən o şey birinci sinifə gedəndə bizim evdə məsələn kombi vardı. Dekoral kombi var idi bizim evdə. Amma siz o vaxt birinci sinifə gedəndə sən necə çimirdiniz bir? Hamamda zatda nə edirdiniz? Odun qalırıqdı da. Ay sağ ol. Ay sağ ol. Sonra mən birinci sinifə gedəndə atam mənə Nokia telefonu almışdı. Amma sən birinci sinifə gedəndə deyəsən sizin evə hələ şəhər telefonu çəkilməmişdi. Nasıl qaz? Sonra mən birinci sinifə gedəndə məsələn Şirvan idi. Sən gedəndə Əli Bayramlı idi. Nasıl? Mən birinci sinifə gedəndə Biləsuvar idi. Sən gedəndə deyəsən Puşkin idi. Sonra Beyləqan, mən birinci sinifə gedəndə Beyləqanlı, sən gedəndə deyəsən Jdanov idi. Sonra deyən görüm, tərtər idi, amma sən gedəndə nə idi? Mirbaşı! Ay sağ ol, qoz olmanım, yaddaşın yaxşıdır ya. Yox, sonra deyəm, mən birinci sinifə gedəndə Gəncə idi. Sən gedəndə deyəsən Yelizavet Pol idi. Vətə bəstisində gələcək təpənə ya. Mən birinci sinifə gedəndə Gəncənin adını dəyişib Kiravbad eləmişdilər. Yelizavet Pol. Yox bir, Yekaterinburg. Kaç taraf diyor bu? Nasıl? Zato. Mən gəlin gələndə sənin gəlin çağaydı. Mən də qaynanamla birlikdə hamiləydik. Nə olmuşdu? Arvadla yarışa girmişdiniz. Kim çox doğacaq? Yox, o vaxt deyildi. Daha gayrı. O vaxt o yarışa zaten baxmırdı ki. Az külümü qoyum sən təpəqə az balaca küçük. Sən mənə qulaq as. Sən ağlın indiki gəlinlərə getməsin. Nə olub ki? O vaxt evin Wi-Fi biz idik. 24 saat hər yerdə olmalıydıq. Canım üçün. O vaxt biz əsəbləşəndə gedib hamur yoğururduq. Daha psixologun zadının yanında getmir. O vaxt bizim bir statusumuz vardı. Süpürgə! O şeyin saçlarından görsən elə. Hər gün bir status qoyursunuz. Ağzını burnunu əymə. Var qoyuruq da. Sonra o zat var indi təzə mod düşüb. Uşağın o şarı doldururlar, milleti yığırlar, ne bileyim, partadan da o renginden bilirler ya, o cinsi nedir? Nedir o? Gender party. Genderiniz batsın elə. Ay avırsızlar, ama biz o vaxt hamile olanda 9 ay cemaattan, qohum məktəbindən qarnımızı giderdirdik. Ta uşaq doğana kimi. Çünkü abır vardı, haya vardı. İndi 3 aylık bətnində uşaq olur, adamın gözünə soxurlar. Gel çəkirlər də çəkdirlər hələ biz. İndi belə moddur, belə. Avırsızlar, moddur. Getdim az. Sən Allah getməz. Bilirsən, Broşkuyu da ver bura. Bilirsən ki, sən çox istəyirəm. Özüm bilə-bilə səni qıcıqlandırıram ki, danışasam gülək də. Ay küçük səni, küçük. Mən də səni çox istəyirəm. Danış görək, nə var, nə yox. Mən nasıl söhbətləri atırsan ortalığa. Sən böyüksən, mən balacayam. Vaxt öldürürük. Amma biz eltiyik sən. Hə, bilirəm. Az şad xəbər deyəcəkdim sağ ol. Sən Allah. Onu bilirəm də, 4-cüsünü doğacaq. Kimi? O elti balacan. Az yox, onun elə başını qatmağa bir şey lazım idi ona da. Heç görə deyirəm. Deyir də. Biz az dili, ədəbiyyat müəllimləri ağ günə çıxmışıq. Sən Allah, nə olub ki? Az eşitmədiyin, bizdə o gün televizorda dedi ki, hamı öz ana dilində danışmalıdır. Allah. İndi nazirlər, deputatlar hamımızı elə yağancım. Nə qəşəng, nə qəşəng. Canı qıcı. Elə 3 nazir, 7 deputat mənim yanıma gəlir. Yazıqlar. Başı, manan onlardan yaxşı danışır Azərbaycan o dilində. düz deyirsən, o bilirəm. Oy, az, bunlar neymiş, Mənə bax, mən də tarix coğrafiya müəlliməsiyəm. Nasıl? Olsun ki, kaş bir gün prezident deyərdi ki, hamı tarixin coğrafiyasını yaxşı bilməlidir də. Deyəcək, nə vaxtsa deyəcək. İndi deməsə, heç kəs öyrənməməlidir öz dilini. Nə bilim valla. Kimdir? Tələbəmdir. Bəli, cənab nazir. Bəli. Bir dəqiqə, az Rus dilində izvest nədir? Əhəng. Nə qanunu? Bıtırısı. Mən əhəngdir də. Əhəng yox, ahəng qanunu, bəli.
Deməli sözdə birinci sayt incədirsə, növbəti heca da növbəti heca da incə olmalıdır, bəli. Bəli. Əgər qalın saytdirsə, birinci heca, qalın saytdirsə, növbəti heca da qalın sayt olmalıdır, bəli. Nə gündədir o? Seyit yox, sait. Ay sağ ol. Nasıl şiir? Ezberleyirsinizmi? Yo, Mirzə Əkbər Sabirin fəhlə. Özünü sən də bir insan mı sanırsan? Pulsuz kişi insanlığı alsan mı sanırsan? Öğrenirsiniz. Bəli, ezberlemek lazımdı. Kim? 3 nəfər. Trio nədir, cənab Nazir? Yok, Mirzə Əkbər Sabir 3 nəfər deyir, bir adamdır. Bəli. Siz təsəvvür edin, Molla Pənah Vaqif də bir adamdır. Mikail Müşfiq də. Bəli. Səməd Vurğun da. Hüseyin Cavid də. Bəli. Hüseyin yox, Hüseyin Cavid, bəli. Oldu. Ver mən də ona Şah İsmail Xətaydan danışım. Sağ olun. Mən də çalada, mən də pul qazanırım. Sağ olun. Paka yox, əlvida. Okey yox, yaxşı. Sağ olun. Ne oldu, ne pahalılığım vardı, mən də deyərdim. Vazaz, bunlar ujastılar. Ujas yox, dəhşət. Dəhşətdilər. Bunlar dəhşətdilər. Ona buna örgədir, özü danışa Canım bilir. üçün, pulları olmasa heç qapıya bıraxmaram bunları. Öğrenmek qabiliyyətləri yox diye. Mənə bax. Götürmek qabiliyyətləri. İnandırım səni, bax indi gedəcəm bir deputatımın yanına. O da benim yanıma Azərbaycan dilini öğrenmeye gelir. Ona başa salacağım ki folklorumuzdaki Köroğlu'nun özü kör olmayıb. Atası kör olup bu da onun oğludur. Ne olar, mən də calı ona, mən də pul qazanım. Mütləq. Mannadan, Midiyadan, Səfəvilərdən, Atabəylərdən, Yaxşı mı bilirsən? Qarabağ xanlığından, hamısından danışım da. Yaxşı, deyəcəm, məni saxlama, mən Sən, tələsirəm. gəl gedək səni ötürüm. Lazım Amma deyil, mən də.